İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulur. Bu proses davam etdiriləcək. 10 minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan hardasa 30 minə yaxın keçmiş köçkünlərdir. Bildiyiniz kimi əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə biz vəsait ayırırdıq. Çünki əsas yaşamaq üçün ilkin şərtlər olmalıdır. Elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə böyük qayıdış prosesi daha sürətlə gedəcək.